Selamun Aleyküm əziz abituriyentlər, hamınıza uğurlar arzu edirəm. Baxırıq hərəkət və oxşarlıq bu mövzunun izahına inşallah. Deməli, burada şankdə birinci simmetriyanı izah edəcəm inşallah. Simmetriyanın düsturlarına, izahlarına, misallarına girməmişdən öncə düz xəttə nəzərən simmetriya nə olan şeydir? Bunu bir örgənək. Məsələn, tutaq ki, istənilən bir el düz xətti verilmişdir. İstənilən bir el düz xətti bu şəkildə. Məsələn, A nöqtəsi düz xətt, el düz xəttə nəzərən simmetrik deyəndə biz A nöqtəsindən bir dənə perpendikulyar düz xətt çəkməliyik. Sonra onun uzantısı üzərində həmən bax düz xəttə qədər məsafə nə qədərsə o qədər ayırmalıyıq. O zaman deyəcəm ki, A ilə A' nöqtələri bu düz xəttə nəzərən simmetrikdir. Məsələn, tutaq ki, hər hansı bir yenə bir B nöqtəsi götürürəm. Baxın, B-dən bir dənə perpendikulyar çəkirəm və uzantısı üzərində o qədər parçanı ayırıq. Deməli, perpendikulyar olmalıdır ha. Ancaq məsələn, hər hansı bir C nöqtəsi götürsəm, bu şəkildə baxın belə parça belə bərabər olsa da, ancaq perpendikulyar olmadığına görə bu sayılmayacaqdır. Yəni burada C və C' nöqtəsi düz xəttə nəzərən simmetrik olmayacaq. Və yaxud hər hansı bir nöqtə götürürəm, K nöqtəsi perpendikulyar çəkməyinə çəkirəm, ancaq birini yekə, birini məsələn balaca. Yenə də bu xeyir, simmetrik sayılır. Üzərində bir nöqtə götürsək də, məsələn, o zaman bu O nöqtəsi simmetriya zamanı özünə keçəcəkdir. Deməli, istənilən bir deməli düz xətt götürdük. Hər hansı bir M nöqtəsi düz xəttə nəzərən simmetrik deyəndə bu şəkildə yox, bu şəkildə yox. Deməli, həmin M nöqtəsindən düz xəttə perpendikulyar çəkirik, tamam, və uzantı üzərində ona bərabər nədir? Parçanı ayırır. O zaman deyirik ki, M və M' nöqtələri düz xəttə nəzərən simmetrik nöqtə sayılır. İkincisi, nöqtəyə nəzərən simmetriya. Görə nöqtəyə nəzərən simmetriya nə olan şeydir? Nöqtəyə nəzərən simmetriya. Məsələn, tam ki, hər hansı bir O nöqtəsi verilmişdir. Məsələn, ixtiyari bir M nöqtəsidir. M nöqtəsi O'ya nəzərən simmetrik deyəndə M və O'dan düz xətt çəkmək lazımdır. Uzantı üzərində ona bərabər parçanı ayırmaq lazımdır. Məsələn, M və N nöqtəsi əgər MO bərabərdir ON olarsa, MO bərabərdir ON olarsa, o zaman deyirik ki, M və N nöqtəsi O nöqtəsinə görə simmetrikdir. Yəni, burada nəticə kimi biz belə deyə bilərik ki, məsələn, M və N iki nöqtə nəyə nəzərən simmetrikdir? Elə M-in parçasının düz ortasına görə simmetrikdir. Yəni, M və N nöqtələri. Məsələn, mən deyirəm ki, bu M nöqtəsi vermişdir. Burada da hər hansı bir O nöqtəsi vermişdir. Baxın, bu MO bərabərdir ON-ə. Ancaq yenə də bunlar nədir? Xeyr, bunlar simmetrik nədir? Sayılmır. Deməli, bir daha istənilən bir iki nöqtə götürsək, A və B nöqtəsi. Sual, A və B nöqtəsi nəyə nəzərən simmetrikdir? Bunları birləşdirən parçanın düz ortasına görə. Bəli, birləşdirən parçanın ortasına görə simmetrik. Yəni, A və B bu orta nöqtəyə görə nədir? Simmetrikdir. Bu oldu ikinci dənə, belə deyək də, iki dənə qayda. Yəni, bunlara nisbətdə başlayaq bəzi düsturları yazmağa. Məsələn, birinci. Deyirəm ki, birinci MXY nöqtəsi verilmişdir. Sual, OX oxuna nəzərən hara simmetri olur? Məsələn, qayda olaraq, yəni düsturla da belə yadda saxlayırıq ki, adı çəkilən məsələn X oxudsa, adı çəkilən X koordinatı qalmalıdır, Y əksinə dəyişməlidir. Bu oldu düstur kimi. Əgər bu düsturu bəli biliriksə, onda deyirəm məsələn 5-6 nöqtəsi, 5 və 6 nöqtəsi OX oxuna nəzərən hara simmetri olur? Bəli, adı çəkilən 5-dir, yəni X-dir, qalır, Y əksinə dəyişir. Və yaxud da A nöqtəsi, məsələn, -10, 15 nöqtəsi OX oxuna nəzərən hara simmetri olur? Bu simmetri olacaq 10, yəni ki, -10'un əksidir, bu da nədir? Müsbət 15. Yəni, bu şəkildə oldu düstur. Ancaq sual, niyə? Baxın, şəkildə tutaq ki, belə sual verir özümüzə. Məsələn, yenə də B nöqtəsi, müəllim, 5, məsələn, 8 nöqtəsi OX oxuna nəzərən hara simmetri olur? Mən bunu bilmirəm, tutaq ki. Bəli, bir dənə şəkil çəkmək lazımdır. Artıq, məsələn, bunların hamısı o yuxarıda verdiyim iki qaydaya nisbətli olacaqdır. Məsələn, sual budur ki, 5 və 8 nöqtəsi. 5 koordinatı aydındır, bu da 8 koordinatlı yuxarıda. 5-8 nöqtəsi, bu cüt olsun B nöqtəsi. Biz bir ki, B nöqtəsi, bu OX oxu da bir düz xəttdir da. Artıq düz xəttə nəzərən simmetriyə görə bu B nöqtəsi
OX oxuna, yəni OX düz xəttinə nəzərən simmetriya zamanı biz nə dedik? Dedik perpendikulyar çəkməliyik, uzantısı üzərində ona bərabər parçanı ayırmalıyıq. Ona görə əgər bu parçaya bərabərsə, onda yuxarısı 8-isə aşağı koordinat -8-dir. Deməli, əgər B-nin koordinatı buradan 5, 8-dirsə, deməli, aşağıda olan B'-in koordinatı isə gördüyünüz kimi 5 -8 olacaq. Hə, deməli, normalda aydındır ki, məsələn, birinci rübdə nöqtə düşəcək 4-cü rübə, o zaman x yerində qalır, gördüyünüz kimi 5 yerində qalır, deməli, y nədir? Əksinə dəyişir. Bəli, yəni düsturu mənimsəmək lazımdır. Deməli, x qaldı, y nədir? Əksinə dəyişdi. Deməli, 0,8 nöqtəsi düşəcək nədir? 0-8-ə. 0 milyon nöqtəsi düşəcək 0 milyona. Məsələn, tutaq ki, burada ikinci rübdür. Bura -5, 8 nöqtəsidir. Düşəcək 3-cü rübə olacaq -5, -8. Məsələn, -5 milyon düşəcək -5, milyon. Bu şəkildə. Bu oldu birinci düsturumuz. Yəni, bu düsturu həm bildik, həm də ki, isbat kimi nədir? Anladıq. İkincisi. MXY nöqtəsi bəs ay müəllim OY oxuna görə hara simmetr olur? Yəni, birinci düsturu bəli bilmək lazım ki, imtahanda daha sürətli yazmaq üçün. Adı çəkilən y koordinat qalmalıdır, x əksinə dəyişməlidir. Oldu -2 və y. Bəli, mən də birinci görüşün düsturunu yazıram. Deyirəm A, məsələn, 2, 3 nöqtəsi OY oxuna nəzərən hara simmetr olur? Deyirəm ki, baxın, A işləyir. Məsələn, -2, 3 nöqtəsinə simmetrik olur. Yəni, y qalacaq, x dəyişəcək. Məsələn, B, -5, -6 nöqtəsi OY oxuna nəzərən hara simmetr olur? Bəli, bu zaman deməli olacaq B iştirik. Məsələn, adı çəkilən y-də qalır, x nədir? Əksinə dəyişir. 5, -6 nöqtəsinə. Yəni, məsələn, -8, 10 nöqtəsi OY oxuna görə hara simmetr olacaq? Biz bilirik ki, adı çəkilən y-də qalmalıdır. Bu şəkildə x isə əksinə dəyişmək. Yəni, niyə müəllim? Yəni, bir dənəsinin izahına. Yəni, sual. Müəllim, A, məsələn, 2, 5 nöqtəsi OY oxuna nəzərən hara simmetr olur? Tutalım ki, belə fərz edək. Yəni, bu düsturu bilmirik. Ancaq biz bu düsturu bilməsək də yaza bilərik. Yəni, onun isbatı ilə. Deməli, şəkil çəkdik. Bu dekar koordinat sistemi x koordinatıdır. Y koordinatıdır. 2, 5 nöqtəsi. Məsələn, gördüyünüz kimi bu da birinci rübdədir. Və bu nöqtə olsun bizim üçün nədir? A nöqtəsi koordinatında qeyd edik 2, 5. Bəs yenə sual. Bu 2, 5 nöqtəsi y oxuna görə hara simmetr olur? Axı y oxun özü, şübhəsiz ki, y oxun özü bir düz xət daxil. Demək, A nöqtəsi simmetrik olacaq. Bax, gördüyünüz, bax, bu hissəyə gəlib çəkəcək ikinci rübə. O zaman şübhəsiz ki, məsafələr eyni olduğuna görə uşaqlar. Sağdakı 2-dirsə, soldakı koordinatda -2 olacaq. Gördük ki, deyəsən, A iştirkin koordinat olacaq. -2 və 5. Nəticə nədir? Nəticə odur ki, deməli, y yerində qaldı, x əksinə dəyişdi. Bu şəkildə. Fərz edin ki, bu olsun, bunu yazaq. Bu oldu A iştirik. Deməli, -2, -5. Məsələn, üzərində bir nöqtə götürürəm. Tutaq ki, M nöqtəsi. Biz bayaq dedik ki, düz xəttin üzərində nöqtə götürəndə simmetriya zaman özünə keçir. Həqiqətən 0, -5 nöqtəsi özünə keçməlidir. Ya da düsturuna yazacaq da, məsələn, M, 0, -5 nöqtəsi. Deməli, OY oxuna nəzərən simmetriya zamanı bəli, 0 yerində qalmalıdır. Bu da olmalıdır nədir? -5. Deməli, y yerində qaldı, x nədir? Dəyişdi əksinə. Növbəti düsturumuz, bəs müəllim, MXY nöqtəsi tutam ki, koordinat başlanca nəzərən hara simmetr olur? Bu oldu, bunu nöqtəyə nəzərən izah edəcəyik. Bəli, burada isə deyə bilərəm ki, nə x-in, nə y-in adı çəkilmir. Biz dedik ki, adı çəkilənlər qalır, qalanları əksinə dəyişir. Demək, bu oldu -2, -2. Deməli, bəli, 3, 4 nöqtəsi koordinat başlanca nəzərən simmetriya zamanı keçəcəkdir -3, -4 nöqtəsinə. Məsələn, A, nə bilim, 5, 8 nöqtəsi koordinat başlanğıcına nəzərən, yəni 0, 0-a nəzərən simmetriya zamanı keçməlidir A iştirik -5, -8-ə. Yenə, bax, məsələn, bu niyə? Tutaq ki, bilmirik. Yenə şəkil çəkək. Bax, sağdakı şəkil elə bilin ki, isbatdır da. Məsələn, bu 5, 8 nöqtəsi gəldi, düşdü, belə deyək, birinci rübə.
Aha, bura 5'dir. Biraz bu hündürdür, bu 8'dir. Bu olsun A 5 8 nöqtəsi. İndi bizdən soruşsanız ki, məsələn bu hara keçir x oxuna nəzərən simetri zamanı gəlib aşağı düşəcək. Y oxuna nəzərən bura gələcək. Ancaq koordinat başa nəzərən simetri artıq bu nöqtə nəzərən simetriyanın tərəfidir. Biz nöqtə nəzərən simetri deyəndə nə edirik? Koordinat başlanğıc nöqtədə də düz xətt çəkirdik. Ona bərabər parçanı ayırırıq. Yəqin 5 isə sol tərəf mənə 5 olacaq. Yuxarı 8 isə aşağı mənə 8 olacaq. Ən azından gördük ki, birinci rübdən gəldi, üçüncü rübə. Deməli, əksinə bütün koordinatlar dəyişmişdir. Bu da belə deyək, oldu nədir? Koordinat başına nəzərən simetriya nədir? İsbatı. Sonra növbətin, dördüncü. Bəs görək mx, y nöqtəsi. Aha. Məsələn, ox oxuna yox, onları dedik, oy oxunu dedik. Bəs yaxşı, bunları dedik də bəli. Y bərabər x düz xəttinə nəzərən hara simetri olur? Y bərabər x düz xətti birinci və üçüncü rübün tənbələndir. O zaman mən yenə düstur kimi deyirəm ki, y bərabər x o demək ki, yerlərini dəyişir. Bu keçdi y və x nöqtəsinə. Yenə düsturuna yazaq. Deməli, 5, 4 nöqtəsi y bərabər x-ə görə simetriya zamanı keçir 4, 5 nöqtəsinə. Məsələn, A 7 mənfi 8 nöqtəsi y bərabərdir x düz xəttinə nəzərən keçəcəkdir mənfi 8, 7 nöqtəsinə. Yenə sual verir. Niyə? Bir də sual belə başlayaq. Məsələn, 2-1 nöqtəsi. Aha. 2-1 nöqtəsi. Baxaq görə y bərabər x-ə görə hara simetri olur? Tutaq ki, mən bu düsturu bilmirəm də. Aydın cavab 1-2 olacaq. Biz bu şəkil yenə çəkirik. Abi çəkək. 2-1 nöqtəsini qeyd edək. Məsələn, bu 1 koordinatıdır. Bu da 2 koordinat olsun. Bu da deməli 2-1. Bax, bu nöqtə oldu. Deməli, bax burada. Görək, bax, bu M nöqtəsi. Bax, bu. Biz bilək nədir? Y bərabər x isə birinci və üçüncü rübü nədir? Tənbələndi. Bu da olsun sizdə y bərabərdir x düz xətti. Görək, bu düz xətti görə hara simetri? Biz dedik ki, həmən nöqtədən düz xəttə perpendikulyar çəkmək lazımdır və uzantısı üzərində ona bərabər parçanı ayırmaq lazımdır. Bəli, bu parça bərabərdir və bu da perpendikulyardır. Buradan baxsaq görər ki, bunun ucu elə gəlir 1-2 nöqtəsinə təsadüf olur. Bax, beləcə. Demək, həqiqətən də 2-1 nöqtəsi keçdi. Deməli, emişdirik. Nədir? 1-2 nöqtəsinə. Burada nəticə əldə edirik ki, deməli, həqiqətən də x-dən y yerləri nədir? Dəyişir. Bu oldu 1-2 nöqtəsi. Deməli, artıq bəli düsturu mənimsədik. Deməli, mənfi 8, 20 nöqtəsi. Y bərabərdir x düz xəttinə nəzərən simetriya zamanı keçir nədir? Yerlərini sadəcə dəyişir. 20, mənfi 8 nöqtəsinə keçir. Növbəti deməli 5-ci düsturə baxaq. 5-ci. Bəs görək mx, y nöqtəsi. Bu mx, y nöqtəsi görə y bərabərdir mənfi x düz xətti. Bəli, biz bunu tanımalıyıq. Bu ikinci və dördüncü rübün tənbələndir. Hara simetri olur? Düstur baxımından deyə bilərəm ki, yerlərin dəyişir. Ancaq əksinə dəyişir. Mənfi y, mənfi x olacaq. Bu oldu düstur. Kim güclüsə hamısını öyrənməlidir. Bəli, bu oldu a eşitdirik. Bu olsun mənfi 5, mənfi 2. Bax, beləcə. Sonra məsələn, tutaq ki, m nöqtəsidir. Mənfi 4. Məsələn, mənfi 4, mənfi 6 nöqtəsi. Bu y bərabərdir. Söhbət buna girir təbii. Y bərabər mənfi x-ə görə hara simetri olur? Bu olacaq deməli emişdirik. Yerlərini dedim dəyişir və əksinə dəyişir. Bir daha n mənfi 5, 3 nöqtəsi. Deməli, y bərabərdir mənfi x-ə görə hara simetri olur? Enişdirik mənfi 3 və 5 nöqtəsini. Bəli, məsələn, növbəti bir sual tutaq ki, bu sualın cavabını bilmirik. Məsələn, a müəllim. Mənfi 2, məsələn, 1 nöqtəsi, mənfi 2, 1 nöqtəsi, y bərabərdir mənfi x-ə görə hara simetri olur? Tutaq ki, bilmirik. Deməli, yenə də şəkil çəkək. Bax, bu şəkil birinci isbatdır. Çəkək. Deməli, bu olsun bizdə mənfi 1 nöqtəsi, bu olsun mənfi 2 nöqtəsi. Sualımız mənfi 2, bir də yuxarıda təbii.
Bax, bu gördüyünüz bu nöqtə A, deməli, -2 və 1. Hara simetron? Deməli, -xüsus xətti də deməli buydu. Deməli, buradan 4-cü və 2-ci rubin təbəllənir. Bəli, biz dedik ki, perpendikulyar çəkmək lazımdır. Və bu şəkildə və uzağın üzərində ona bərabər parça ayırmaq lazımdır. Bu parçanın sonuna baxsanız görərsiniz ki, bu da -1 və 2 koordinatına malikdir. Demək, A iştirik olacaqdır. -1 və -2. Bəli, deməli, bu nöqtə keçir A iştirik. Gördüyünüz kimi -1, 2 nöqtəsinə. Bəli, deməli, yerlərini dəyişir və əksinə nədir? Dəyişir. 6-cı. Növbəti düstur. MXY nöqtəsi, x bərabər A düz xəttinə görə nədir? Hara simetron olur? Bunu düstur kimi mən yazıram. M iştirik. Yazıram 2A minus x və Y nöqtəsinə simetr olur. Bəli, əgər düsturu bilirsə, məsələn, M5-6 nöqtəsi, demək, x bərabərdir 4-ə görə hara simetr olur? Mən düsturda yerinə yazıram. 2 vurulsun, deməli, 4, çıxılsın 5 və 6 nöqtəsinə. Bu da bərabərdir M iştirik. 2 dəfə 4-ün 8, 5 çıxanda 3, 6 nöqtəsinə keçir. Bir daha. Ay mənim 10, 15 nöqtəsi, bəli, x bərabərdir, tutaq ki, 8-ə görə hara simetr olur? Düstura görə 2-ni vururam 8-ə, çıxıram 10-u, 15-i də olduğu kimi saxlayıram. Bu oldu M iştirik, bu 16, bu da 6 və 15. Yəni, bu şəkildə riyaziyyat, yəni bununla insan inkişaf edə bilməz. Bu ancaq düsturda yerinə qoy cavab tapırıq. Ancaq sual belə verək. Məsələn, A, məsələn, 2-5 nöqtəsi, məsələn, ay müəllim bu, sizcə x bərabər tutaq ki, 10 düz xəttinə görə hara simetr olur? Yəni, bilmirəm. Onda nə eləmək lazımdır? Şəkil çəkmək lazımdır. Şəhidlər, baxın. Tutaq ki, düstur yaddan çıxdı da. Nə edirik? Deməli, bu gördüyünüz 2-5 nöqtəsidir. Baxın, 2. Bu da olsun 5 nöqtəsi. Bu da olsun bizdə nədir? A koordinatı. A koordinatı olsun 2-5. Sual budur ki, ay mənim bu x bərabər 10 düz xəttinə görə hara simetr olur? Bu da olsun bizdə x bərabərdir 10 düz xətti. Bu ox deməli y oxudur. Bunlar qarışmasın. Bu da olsun bizdə 10 nöqtəsi. Deməli, bu nöqtədən simetriyanın qaydası necədir? Bir dənə perpendikulyar çəkmək lazımdır. Uzağın üzərində ona bərabər parçanı ayırmaq lazımdır. Deməli, əgər bu məsafə, deməli, burası belə deyək 8-sə, deməli, bunu belə çəkəndə bu məsafəsi də 8 olmalıdır. Ona görə bu məsafə 8, bu məsafə 8, bunun koordinatı oldu nədir? 18. Deməli, burada A iştirikin koordinatı gördüyünüz kimi 18 və 5 olacaqdır. Bəli, mən tapdım. Ancaq deməli, biz isə düsturuna yazırdıq. 2-ni vururduq 10-a, çıxırdıq 2-ni. Həqiqətən cavab gördüyünüz kimi nədir? 18 və 5 oldu. Deməli, bu düsturları bilməsək də bu misalı yaza bilərdik. Başqa 7-ci. Deməli, MXY nöqtəsi, müəllim, bəs yaxşı. Y bərabərdir, məsələn, A-ya görə hara simetri olur? O zaman yenə düstura görə x qalacaq. 2-ni vurursunuz A-ya və çıxırsınız nədir? Buradan Y-i yenə düsturdur. Məsələn, M, 5, 10 nöqtəsi. Y bərabərdir, məsələn, 4-ə görə hara simetr olur? Deməli, 5-i saxlayırıq, 2-ni vururam 4-ə, çıxıram 10-u. Cavab oldu, deməli, 5, -2 nöqtəsinin simetr olur. Başqa, müəllim, N, -6, -8 nöqtəsi Y bərabərdir 10-a görə hara simetr olur? Bəli, N iştirik, -6-nı saxlayıram, 2-ni vururam 10-a, çıxıram -8-i, yəni çıxan üstünə gəldik. Bu da bərabər oldu -6, 28 nöqtəsinə. Bir daha, məsələn, A, tutaq ki, yəni belə bir sual. Məsələn, 2, məsələn, 5 nöqtəsi, Y bərabərdir, tutaq ki, 8-ə görə hara simetr olur? Tutaq ki, heç bir düstur tanımıram. Biz şəkil çəkirik. Bu şəkildə çəkək. 2-5 nöqtəsini qeyd edək. Bu x oxudur, bu da y oxudur. Belə. Deməli, 2-5 nöqtəsi. Bu olsun sizdə 2 nöqtəsi. 5 də buralarda yuxarıdadır biraz. Bu olsun A, 2-5 nöqtəsi.
Bəli, sualı özünüzə verin ki, tutaq ki, bu düstur yaddan çıxdı. Aha, necə yazacaq? Demək, müəllim baxın, y bərabər 800 xəttini çəkir. Verən. Bu olsun y bərabər 800 xətti. Bax, bu 8 də buradadır da. Biz bilirik ki, A nöqtəsi bu düz xəttə nəzər simetriya zamanı perpendikulyar çəkməliyəm və o qədər parçanı da ayırmalıyam. Yəni, bu parça bərabər. Bu koordinat görə nədir? Aydın ki, bu gördüyünüz məsafə 3-sə, bu məsafə də 3 olmalıdır. Demək, 8-də 3 gəldi, bu koordinat ilə də 11. Demək, A iştirikinin koordinatı x-i gördüyünüz kimi 2-dir, y-də 11-dir, oldu 2, 11. Vəssalam, mən düstursuz yazdım. Ancaq filənkəsə düsturla yazsın. Deməli, bu olsun, deməli, 2, sonra 2-ni vuraq, deməli, bu düsturdakı 2 vurdum, deməli, 8-ə, yəni A-ya. Aha, deməli, 2-ni vurduq 8-ə, çıxdıq 5-i. Bu da bərabərdir. Deməli, 2 və 11. Bəli, bu oldu 7-ci düstur. Növbəti. 8-ci. 8-ci, baxın, belə bir düstur. Məsələn, MXY nöqtəsi A-mənin bəs yaxşı. O, AB nöqtəsi, yəni nöqtəyə görə hara simetridir. Bax, o zaman deməli, 2-ni vururlar A-ya, çıxırlar X-i. Bunların hamısını kitablarda düstur kimi veriblər. 2B çıxılsın Y. Məsələn, M5, məsələn, 8 nöqtəsi. O, tutaq ki, 4, məsələn, 10 nöqtəsinə görə hara simetri olur? Düstura görə biz 2-ni vurmalıyıq, deməli, 4-ə 5 çıxmalıyıq. Sonra 2-ni vurmalıyıq 10-a, çıxmalıyıq nədir? 8-i. Bu da bərabərdir. Deməli, 8 çıx 5 koordinatın biri 3 olacaq. Deməli, M-in koordinatı. Digəri də 2 dəfə onun 20, 8 çıxdıq nədir? 12. Bir daha, bir də şifahi fason yazaq. Məsələn, 5, 6 nöqtəsi. O, deməli, məsələn, 4, 3 nöqtəsinə görə hara simetri olur? Deməli, dedik ki, 2-ni vuraq 4-ə, 5-i çıxaq, elədi 3. 2-ni vuraq 3-ə 6, 6-ca elədi 0. Bəs yaxşı, tutaq ki, bu düsturu bilmirik. Bunu yaza bilərmi? Ona görə bunu, bəli, parçanın orta nöqtəsinin koordinatları. Bir dənə onu öyrənək. Məsələn, baxın, bu qalsın burada. Bir dənə 9-cu burada yazıram. 9. Parçanın orta nöqtəsinin koordinatları. Orta nöqtəsinin koordinatları. Bu nə olacaq? Məsələn, tam ki, AB parçası, burada məsələn, müstəvidə ola bilər, düz xətt üzərində ola bilər, fəzada olsun müstəvidə. Məsələn, bu olsun M-in koordinatı x1, y1. Bu da E-nin koordinatı x2, y2'dir. Bu parçanın ortasının, bax, belə deyil, parçanın ortasıdır bu. Ortasının koordinatı tapanda, yəni x-dən y2 tapanda, məsələn, x bərabər olacaqdır x1 ilə x2-nin cəminin yarısına. Y bərabər olacaqdır y1 ilə y2-nin cəminin yarısına. 3 dənə koordinat olsa fəzada, bir dənə z artırarsan, z1 z2-nin yarısı. Adi, məsələn, izah kimi verin. 5-in sinif şahidi bunu bilir. Məsələn, bu ta ki, düz xat olsun. Bu olsun ta ki, məsələn, 3 nöqtəsi. Bu da olsun 5 nöqtəsi. Orta x-dir. Orta. Biz deyirik ki, x tapmaq üçün 3-dən 5-i toplayıb 2 bölmək. Niyə? Çünki, bax, bu nöqtələr arasındakı məsafələr bərabərdir. 2 nöqtə arası məsafəni tap deyəndə, məsələn, x-dən 3-ün arası x-3-dür. 5-dən x-dən arası 5-x-dir. Fikir versin, buradan 2x bərabərdir 5-dən 3-ün cəminə. Deməli, x koordinatını tapanda 5-dən 3-ü toplayıb 2 bölmək lazımdır. Yəni, mən sadə formada, yəni düzdür, bunu bir vektorla izah edirlər, ancaq müstəvi şəklində izah eləmədim. Elə bunu bilən adam buradan anlayır ki, deməli, koordinatı tapanda hər hansı bir koordinatı. Bir dənə olanda toplayıb 2 böləndə, 2 dənə olanda da toplayıb 2 bölürlər, 3 dənə olanda toplayıb 2 bölürlər. Artıq güya buna ait bir misal. Məsələn, bu AB parçası vermişdir. A-nın koordinatı 3-dür, 4-dür. B-nin koordinatı 6 və 8-dir. Bəli, biz bu O nöqtəsinin koordinatını tapanda, bəli, düsturdan aydındır ki, 3 dənə 6-nı toplayıb 2-yə böləsiniz. Y-də bərabərdir 4-lə 8-i toplayıb 2-yə bölürsünüz. Hə, niyə bunu qeyd elədim? Yəni, demək istəyirəm, bax, məsələn, belə bir misal versəm, deyirəm ki, məsələn də, həmən burada yuxarıdakı misal yazılmayıb, bax, bu 5-8 nöqtəsi bu düz nöqtəyə görə hara keçir. Tutaq ki, bilmirəm. Belə bir misal verirsin mənə ki, M nöqtəsi koordinatı da 5-8-dir. Ay mənim, bu 5-8 nöqtəsi var. Bax, bu misalda danışıram.
Bu O4 10 nöqtəsinə görə aha. Bax bu nöqtəyə görə hara simmetr olur? Mən də düstur bilmirəm tutaq ki. Mən də fikirləşirəm ki, bu nöqtəyə görə simmetr olmalıdır və bu nöqtəyə də. Ha, bu nöqtənin də koordinatına x, y deyək. Sonra düşünürəm ki, parçanın koordinatına görə 4 bərabər olacaqdır. 5 ilə x-in cəminin yarısına. 5 ilə x-in cəminin yarısına. 10 da bərabər olacaqdır. Y ilə bu y-dir. Y ilə 8-in cəminin yarısına. Buradan x-i tapanda 2 dəfə 4-üm 8, 5 çıxanda 3 eləyir. Gözü bax tapdım 3. Y-i tapanda isə 2-nin vururam ona 20, 8 çıxdım 12 elədir. Bax görürsə y-də nədir? 12 nədir? Beləcə tapdıq. Yəni demək istəyirəm ki, bu düsturu biz bilməsək də yenə bu nədir? Yaza bilirik bu şəkildə. Sonra simmetriylə bağlı davamlıya deməli növbəti qeydimiz deməli bu fərziyə girməmişdən qabaq bir dənə qeyd verir. Məsələn, AX yenə də simmetri olsun. AX üstəgənsin B, üstəgənsin C bərabərdir 0. Bərabər 0 düz xətti vermişdir. Sual. Bu düz xətt M-in nöqtəsinə görə hansı nöqtə simmetr olur? Buna simmetrik olduğu nöqtə. Bəli, bu nədir? Bu hansıdır? Burada deməli, baxın, burada A, deməli, belə də düstur, A vurulsun. Deməli, 2 vurulsun M, 2-ni vurursunuz M-ə X çıxırsınız, bir üstə gəlirsin. B vurulsun, 2-ni vurursunuz N-ə Y çıxırsınız, bir də üstə gəlirsin, C bərabər 0. Deməli, yuxarıdakı düz xətt bu nöqtəyə görə, bu düz xəttə nədir? Simmetrik nədir? Olur. Bununla bağlı belə bir misal. Məsələn, deyirəm ki, aşağıda belə bir misal olsun. Məsələn, 2x üstə gəlsin 3y üstə gəlsin 4 bərabər 0. Bax, bu düz xətti E, 5, 6 nöqtəsinə görə hansı düz xəttə simmetrik olur? Deməli, nə edir? Həmən baxın, 2 vurulsun. Bu qabağındakı nətər idi? A, yəni 2 vurulsun. Sonra 2, bax, düsturdakı 2. 2-ni vurursunuz 5-ə, 6 şey nədir? X çıxırsınız. Bir də üstə gəlsin, bu 3 vurulsun, yəni B. Sonra 2-ni vurursunuz düsturdakı 2. 2-ni 6-ya vurursunuz, nədir? Y çıxırsınız, bir də üstə gəlsin 4. Bərabər 0-a. Deməli, bunu sadələşdirəndə bu nədir? 10, deməli 20 çıxılsın 2x. Üstə gəlsin 36, 12, 3, 36 çıxılsın 3y, üstə gəlsin 4 bərabər 0-a. Burada deməli 36 ilə 4 40 elədir, bu 60 elədir. Deməli, hamısını sağa keçirək. Alıram 2x üstə gəlsin 3y, çıxılsın 60 bərabər 0-a. Deməli, bu düz xətt 5-6 nöqtəsinə görə bu düz xəttə nədir? Simmetrikdir. İndi eləsin yazaq ki, məsələn, şəkillə görülsün. Tutaq ki, belə. Deyirəm, y bərabərdir. X üstə gəlsin bir düz xəttdir. Məsələn, koordinat baxışlanacağına görə hansı düz xəttə simmetrikdir? Ancaq bir dənə şəkil çəksək, görərsiniz ki, bax, həqiqətən y bərabər x üstə gəlsin bir düz xəttdir. Koordinat başlanğıcına görə altdakı düz xəttə simmetrikdir. Yuxarıdakı y bərabər x üstə gəlsin 1-sə, bu koordinat başlanğıcına görə simmetrik olacaq, x çıxsın 1-ə. İndi bunu, məsələn, belə tapdıq şəkillə, ancaq bunu tapdıq olmur axı. Ona görə nə edirik? Bunu, məsələn, yazıram, bunu keçirim deməli, y oyana. Deməli, x çıxılsın, y üstə gəlsin 1 bərabər 0. Deməli, altdakini deməli, necə tapacam? Həmən bu 0, 0, koordinat başlanğıcı nəzərən, düsturda yeni yazsa, deməli, bunun qabalı 1 var axı. 1 vurulsun, 2 vur, 0, çıx 2. Bir də çıxılsın 1, 2 vur, 0, çıxılsın y, üstə gəlsin 1, bərabər 0, biraz çətin oldu. Buna açan elədi mənfi 2, bir də üstə gəlsin y, üstə gəlsin 1, bərabər 0-a. Buradan y bərabərdir, gördüyünüz kimi nədir? Y bərabərdir, bu yana keçirəndə x minus 1. Deməli, bu gördüyünüz düz xətt. Bəli, bu gördüyünüz düz xəttə görə koordinat başlanğıcının simmetrik oldu. Bu biraz nədir? Çətindir. Aha. Sonra davamlıya. Yəni, simmetriylə davamlıya belə bir qeyd verirəm fəzada. Deməli, baxın şəhiddə M, X, Y, Z nöqtəsi. Aha. Bunları düstur kimi deyəcəm. OX oxuna nəzərən artıq məntiq quruldu ki, X oxuna nəzərən simmetriya zamanı
adı çəkilən qalır, qalanları əksinə dəyişir. Mənfi y, mənfi z. Misal çəkin bir bu eyni şeydir. Məsələn 5, 6, 8 olacaq 5, mənfi 6, mənfi 8. Sonra m, x, y, z nöqtəsi o, y oxuna nəzərən simmetriya zamanı keçəcəkdir. Y qalacaqdır, qalanları əksinə dəyişir. Sonra m, x, y, z nöqtəsi OZ oxuna nəzərən simmetriya zamanı mənfi x, mənfi y və müsbət z nöqtəsinə simmetri olur. Mx, y, z nöqtəsi koordinat başlanğıcına nəzərən simmetriya zamanı isə keçəcək mənfi x, mənfi y, mənfi z simmetri olur. Sonra mx, y, z nöqtəsi o, x, y, yəni x, y müstəvisinə nəzərən simmetriya zamanı x, y nədir? Mənfi z simmetri olur. Mx, y, z nöqtəsi deməli o, x, z müstəvisinə nəzərən simmetriya zamanı x-dən z qalacaq. Deməli x, y əksinə dəyişir. Bu şəkildə simmetri olur. Sonra m, x, y, z nöqtəsi bəs görə o hansı qaldı? O, y, z. O, y, z-ə gəlir simmetri zamanı. Keçir mənfi x, y, z. Yəni bu sırada nədir? Simmetri nədir? Oldu bax beləcə. Sonra növbəti qeyd deməli başlayıqda belə deyək. Bu gördüyünüz baxın. Məsələn 3-4 nöqtəsi verilmişsə 3-4. Bu nöqtədən, bax bu nöqtədən x, 3-4 nöqtəsinə. 3-4 nöqtəsinə görürsünüz ki, x-ə qədər məsafə y-dir. Y-ə qədər məsafə x-dir. Burada nəticə əldə edirəm. Baxın, x, y, z nöqtəsi vermişsə, deməli, o, x, y qədər məsafə, yəni dx, simmetriya yoxa məsafə, x, y qədər məsafə z olacaq, z. Z. Bəs yaxşı, deməli, x, z-ə qədər məsafə y olacaqdır. Sonra x, z-ə qədər, hansı qaldı? Y, z-ə qədər məsafə isə nədir? X olacaq. Bax, koordinat başlanğıcı qədər məsafə bunların kvadratlar cəmidir. Buradan da koordinat başlanğıcı qədər məsafə bu olacaq x kvadrat üstə yerə y kvadrat üstə yerə z kvadrat. Ancaq baxın, x oxuna qədər məsafə sadəcə o x oxuna qədər məsafə. Y ilə z-in kvadratlar cəm olacaq. Sonra y oxuna qədər məsafə isə x-dən z-in kvadratlar cəm olacaq. Z oxuna qədər məsafə isə kök altında x kvadratı ilə deməli y kvadratı nədir? Cəm olacaq. Bax beləcə. Sonra bir dənə qeyd verək. Deməli simmetriyanı bitirək yavaş-yavaş. Deməli burada məsələn yenə nədir? Figurların simmetriyası. Məsələn parçanın simmetriyası. Parçanın simmetriyası deyəndə deməli üstünə bax bir də perpendikular bir xətt çəkdik. Deməli bu simmetri oxudur. Bir də üstünə xətt çəkir ya, bu da bunun simmetri oxudur. Deməli bunun iki dənə nədir? Simmetriya nədir? Oxu vardır. Yəni, bəzi yerlərdə ancaq bir dənə deyir, ancaq xeyli üstündən çəkilən bir də ki perpendikular olan bu qədər. Məsələn, bərabər yanlı üçbucağın simmetriya oxu deyəndə mənası odur ki, həmin xətt üzrə qatlayan üstə düşməlidir. Deməli, bu gördüyünüz xətt bunun simmetri oxudur. Deməli, bunun simmetri oxu nədir? Bir dənə oldu. Sonra, məsələn, paralelogramın simmetri oxu deyəndə, məncə paralelogramı heç bir xətt üzrə qatlayanda simmetriyası olmayacaqdır. Onun gibi bunun simmetriyası nədir? Bozçoxluğudur. Sonra dördüncü, düz bucaqlının simmetriya oxu deyəndə, yenə deyirəm, qatlayanda üstə düşməlidir. Biz deməli bu tərəfin ortasından, bir də bu tərəfin ortasından qatlayanda üstə düşməlidir. Demək, iki dənə simmetri oxu deyəndə buradadır. Sonra beşinci, məsələn, bərabər yanlı trapeziya çəksək, bunun simmetri oxu deyəndə, bu paralel olan tərəflərin ortasından perpendikular çəksək, belə qatlayanda, belə deyək də, qatlayanda bu figur nədir? Sağdakı figurdan üstə düşür. Onun gibi bir dənə nədir? Simmetri oxu var. Sonra, məsələn, rombdan danışsaq, romb. Rombun diagonalları ilə simmetri oxudur. Görürsünüz, bax, beləcə bax, qatlayanda üstə düşür. Bundan qatlayanda üstə düşür. Demək, iki dənədir.
Sonra bərabər tərəfli üçbucağı ki, baxın, bərabər tərəfli üçbucağı ki, deməli, bax, bu necə ki, bu təpədən gələn hündürlük simetr oxudur, eləcə bu təpədən gələn hündürlük, eləcə də bu təpədən gələn hündürlük simetr oxudur. Fikir verirsiniz, bərabər tərəfdə 3 dənə oldu. Məsələn, kvadrat çəksəm, məsələn, kvadratın simetri oxu, yəni düzgün çoxbucaqdan danışıram. Bu da bax, 2 dənəsi belə olacaqdır. 2 dənəsi də diagonallı olacaqdır, yəni 4 dənə olacaqdır. Beləcə, sonra demək, düzgün 5 bucaqlı çəksəm, məsələn, 1, 2, 3, 4, 5. Bax, necə ki, bu təpədən gələn simetri oxu olduğu kimi, digər təpədən də gedənlər simetri oxumalıdır. Demək, 5 dənəsi burada olacaqdır. Sonra, məsələn, düzgün 6 bucağı çəksəm, 1, 2, 3, 4, 5, 6. Necə ki, sizin burada gördüyünüz, baxın, bu simetri oxudur. Eləcə də, bax, bu böyük diaqonallar hamısı da simetri oxudur. Sonra, necə ki, bax, məsələn, bu ortadan bir dənə ayrıca çəkək. Ayrıca çəkəndə, bax, bu gördüyünüz necə ki, bax, bu ortadan gələn simetri oxudur. Bu da deməli simetri oxudur. Deməli 3 dənə də tərəfin ortasından keçən, 3'ü burada, 3'ü burada, deməli 6 dənə. Yəni nəticə kimi deyirəm ki, yəni gördüyünüz ki, düzgün çoxbucaqda bərabər tərəfdə 3 dənə deyil, kvadratda 4 dənə deyil, düzgün 5 bucaqda 5 dənə deyil, düzgün 6 bucaqda 6'dır, düzgün 7 bucaqda 7'dir, düzgün məsələn 50 bucaqlıda 50 deyil, düzgün 100 bucaqlıda 100'dür və s. Demək, düzgün çoxbucaqlı neçə bucaqlıdsa ona uyğun simetri oxu var. Bu oldu simetriyamız. Bir də inşallah axırda dönməni deyəcəm, dönmə. İndi bir dənə oxşarıq girək sonra. Oxşarıq nə olan şeydir? Deməli, şahidir, oxşarlıqdan danışaq. Oxşarlıq. Yəni, oxşarlıq nə deyim? Oxşarlığa görə düsturlar verirlər. Məsələn, üçbucağın oxşarlıq əlimatı var, TTT var, TBT var, BT var və s. Birinci, oxşarlıq. Məsələn, F fiquruna geçiyor. Tutaq ki, F1 fiquru, məsələn, oxşadı nədir? F2 fiqura. Nə deməkdir? Bir mənasını deyək. Fiqura oxşursa, onun deməli, uyğun bucaqları bərabər olmalıdır. Bir də uyğun tərəfləri eyni dəfə ya hamısı böyüməlidir, ya kiçilməlidir. Şübhəsiz ki, bərabər ola da bilər. Bərabər olanlar da özünə də oxşar sayılır. Bu şəkildə. Məsələn, baxaq, mövzuya girməmişdən qabaq bir neçə fiqurun adını çəkək. Məsələn, sual. Deyirəm ki, deməli, məsələn, burada indi F1 fiquru F2 fiquruna dedim ki, oxşuyur. Nə deməkdir? Onda, məsələn, bunun tərəfləri nisbəti, məsələn, A1 ilə A2-nin tərəfləri nisbəti, məsələn, K-dsa, deməli, B1 ilə B2-nin nisbəti K-dır. Nə bilim, əgər hündürü varsa, hündürlər nisbətdə K-dır. Əgər median varsa, medianlar nisbətdə K-dır. Əgər sahə maliksə, sahələr nisbəti deməli K kvadratdır. Əgər həcm varsa, həcmlər nisbəti, məsələn, K-nın kubudur, yəni oxşarıq. Bir uyğun bucaqlar saxlanmalı. Biz fiqurlara baxaq, görə fiqura oxşurmu? Məsələn, sual. Məsələn, kvadrat kvadrata oxşurmu? Məsələn, cavab bəli. Məsələn, kvadrat kvadrata oxşur. Tamam. Çünki bu kvadratın tərəfi belə deyim də, məsələn, 5-dirsə, hamısı, o birisi tutaq ki, 10-dursa, və gördüyünüz ki, məsələn, bunun bir tərəfi 2 dəfə böyürsə, bütün tərəfi 2 dəfə böyür. Yəni, tərəflər nisbəti eynidir və bütün bucaqlarda uyğun şəkildə göstərəndə eynidir. Zaten burada hamısına 90 deyək, yəni uyğun sözünü deməsən də olardı. Ona görə sual kvadrat kvadrata oxşuyur, bəli, oxşayır kvadrat kvadrata. Bəs ikincisi, düzbucaqlı oxşayırmı? Məsələn, cavab budur ki, ola da bilər, olmaya da bilər. Məsələn, baxın, bu düzbucaqlı, bu da düzbucaqlı. Əgər bura 5 yazmışam, bura 6. Bura 2 dəfə böyüdür, 10'dur, bu da 12'dir. Bəli, mən yazıram ki, burada, bəli, oxşayır. Oxşayır. Ancaq elə düzbucaq verərəm ki, məsələn, burası olsun 5, burası olsun 6. Bu da 5 yerində qalsın. Lap yerində qalmasın. Yəni, bax, tutaq ki, biraz yekəldir. Burası oldu 7, burası oldu 60. Ancaq bu oxşamır axı. Bu 5-dən 7-yə gələndə 1/10'da 4 dəfə artır. 6-dan 60-a gələndə nədir? Bu oxşamır. Oxşamır. Bu şəkildə, bu şəkillə göstərir. Ancaq bir dənə yol var ki, məsələn, mən baxıram ki, bunun sahəsinə, bunun sahəsinin düsturu A1. Burada obrisinin düsturuna baxsaq isə S bərabər A kvadratdır. Burada bir dənə dəyişənin asılı deyə
oxşur. Demək bu tərəfi bucaqda yoxdur görürsünüz. Bunun tərəfi 5 dəfə artdı, sahəsi 25 dəfə artdı. Ancaq burada 2 dənə dəyişən olduğuna görə, bu nədir? Oxşar ola da bilər, olmaya bilər. Məsələn, bax, A ilə B-nin hər ikisini eyni dəfə artırsam, azalsam, bununki kimi oxşuyur. Ancaq bir dənəsini artırsam, eyni dəfə, məsələn 10 dəfə, birini sabit saxlasam, oxşamır. Və ya birini 5 dəfə artırsam, birini 3 dəfə artırsam, oxşamır. Baxın şahidlər, A və B-nin hər ikisini eyni dəfə artırsam, oxşuyur. Vəssalam. Sonra üçüncüsü, məsələn, paralleloqrama oxşurmu? Paralleloqrama oxşar ola bilər, olmaya bilər. Baxır, məsələn, yazmamıza. Məsələn, oxşar olmaq üçün bu 5-dir, bu 6-dır. Bu da 50-dir, bu 60-dır. 50-dir, 60-dır. Əgər bunun bucağı 30 dərəcəsə, bu da 30-dursa, burada 150 təbii, bura 150 isə, onda mən deyəcəm, bəli, paralleloqram oxşur. Ancaq elə ola bilər ki, mən paralleloqram belə çəkirəm. Bax, 5, bura olsun 6, bu olsun 150 dərəcə. Başqa bir paralleloqram çəkirəm. Bu olsun 5, bu olsun 6, bu 140 dərəcə. Bu xeyr, oxşamır. Çünki oxşar olanda uyğun bucaqlar nədir? Saxlanılmalıdır. Başqa, məsələn, deyirəm, düzbucaqlı üçbucaq, düzbucaqlı üçbucaq oxşurmu? Baxaq. Məsələn, bu düzbucaq uşaqda, üçbucaqda, buna yenə bir dənə düsturla deyək. Çünki bunun sayəsi AB sinus sayfədir. Görürsünüz, deməli, burada bucaq eyni olmalıydı. Buradan A ilə B şübhəsiz ki, eyni dəfə artmalıydı. Onda oxşar ola bilərdi. Baxın, düzbucaqlı üçbucaq və düzbucaqlı oxşurmu? Bu 5 olsun, bu 6 olsun, bu 50 olsun, bu 60 olsun. Məncə oxşuyur. Çünki tərəflər eyni dəfə artır. Bucaqlarda, məsələn, bu 90 dərəcə, bu 90 dərəcə, bu şəkildə. Beləcənə. Deməli, burada, məsələn, belə deyək də, burası tutaq ki, məsələn, deyirəm, 40 dərəcədir, burası 50 dərəcəsi, burası 40 dərəcədir, uyğunluq yerindəsə oxşuyur. Deməli, bəli nədir? Oxşuyur. Sonra sizcə bərabər tərəfli üçbucaq oxşur, cavab bəli. Çünki baxın, bütün bucaqlar hamısı qaydasında uyğun şəkildə eynidir. Sonra bunun bir dənə tərəfi tutaq ki 5 isə, yəni bütün tərəf 5 isə, bunun da bütün tərəfi biri nədirsə qalanda olmalıdır. Yəni bəli, bir tərəfi 2, yəni demək istəyirəm 2 dəfə artıbsa, digər tərəfdə 2 dəfə artmalıdır. Ona görə bəli, bu da nədir? Oxşur şagirdlər. Niyə oxşur? Çünki bunun sahəsi A kvadrat kökdə 3 bölünsün 4. Belə deyək də bir dənə dəyişənən asılıdır. Sonra 6-cı bərabər yana düzbucaqlı üçbucaqlar bərabər yana düzbucaqlı oxşurmu? Bəli. Bərabər yana niyə bərabər yana oxşur? Çünki bax bu katet olsun AA, bu katet olsun məsələn BB. Fərq oxşur. Çünki nədir? Bu bucaq çünki 45-45'dir. Bu da olsun 45-45'dir. Gördüyünüz kimi məsələn burada B-nin A'ya nisbəti eynidir. Bucaqlar da eynidir. Ona görə də oxşur. Baxaq şankdə məsələn fəzada məsələn oxşarlığa mən düsturlarla istəyirəm bəzi şeyləri izah edeyim. Tutaq ki məsələn belə bir. Tutaq ki silindrə baxaq. Düzdür indi bu düsturu tanımasanız da məsələn yazmaq olar. Məsələn silindrin həcmindən geçsin söhbət. Silindrin həcmi V bərabər pi kvadrat h. Yəni bir məsələnizə narahat olmayın. Məsələn burada gözü 2 dənə dəyişən var. 2 dəyişən oldu ya ona görə silindrə oxşaya da belə oxşamır. Məsələn burada bir dənə silindir şəkil çəkeyim. Tutaq ki bax belə. Bax silindir. Bu çəkdiyimdə tutaq ki bunun oturacağı bu boydadır. O birisinin də oturacağı elə eyni boyda olsun. Ancaq belə deyək də boy biraz balacadır. Görsün yəni bu oxşamadı. Oxşamadı. Çünki niyə mən burada radiusu eyni saxladım? Ancaq hündürlüyünü məsələn eyni saxlamamışam. Biri tutaq ki h1'dir, bir də h2'dir. Ona görə 2 dəyişən olanda oxşaya da bilər, oxşamaya da bilər. Bax məsələn burada desəm ki silindir oxşuyur. Onda h5 dəfə artsa, radiusu 5 dəfə artacaq, həcmdə 125 dəfə artır. Ancaq mən desəm ki, məsələn oxşur sözünü demirəm də, h-ı 5 dəfə artırsaq, bəzən deyirlər ki h-ı 5 dəfə artır, neçə dəfə artır? O sual səhvdir. Belə deməlidir. H-ı 5 dəfə artırsaq, radiusu sabit saxlasaq, onda 5 dəfə artacaq. Ya da h-ı sabit saxlasaq, radiusu 5 dəfə artırsaq, həcm 25 dəfə artacaq. Başqa, məsələn, V bərabərdir A kubu. Məsələn, bu olsun kubun həcmi. Bu 100% oxşur. Çünki bir dənə dəyişənin asılıdır. Burada A-nı 5 dəfə artıranda həcm 125 dəfə artacaqdır artıq.
Çünkü zaten kub kuba nədir? Oxşur. Sonra üçüncü B bərabər ABC. Burada 3 dənə dəyişən asıldı. Bu oxşaya da bilər, oxşamaya da bilər. Məsələn, bu düzbucaq paralelipeddir. Sualı belə verəcəklər. Oxşursa, məsələn, oxşarsa, A-nı 5 dəfə artıranda həcmi neçə dəfə artır? 125. Ancaq oxşur demirsə, A-nı 5 dəfə artıranda hansının adını çəkmirəmsə, yəni sabit demək istəyirəm. A-nı 5 dəfə artıranda şübhəsiz ki, həcm nədir? 5 dəfə nədir? Artmalıdır. Bax, kürəyə baxırsınız, kürənin həcmi 3'də 4 Pier kubudur. Gördünüz, bir dəyişən asıldı. Yenə kürənin radiusunu 5 dəfə artıranda həcm nədir? 125 dəfə artacaqdır. Məsələn, konusun həcmi 3'də 1 Pier kvadratlaşdı. 2 dənə dəyişən var burada. Konusa oxşaya da bilər. Məsələn, gəlin elə çəkək ki, oxşasın. Bunu oturacağım, biraz yekəldirəm. Bunu da baxın, bu formada yekəldir. Bəli, oxşadı. Ancaq elə çəkəlim ki, oxşamaz. Baxın, oturacaqları eynidir. Ancaq bunu da oturacaq, baxın, eynidir. Belə deyək də, bu boy biraz yekədir. Altdakı oxşamır, yuxarıdakı də oxşur. Ona görə oxşur deyərsə, h-ı 5 dəfə artıranda həcm 125 dəfə artır. Və yaxud radiusu 5 dəfə artıranda 125 dəfə artır. Ancaq oxşur demirsə, h-ı 5 dəfə artıranda elə həcm nədir? 5 dəfə artacaq. Və yaxud başqa sual, radiusu 5 dəfə artıranda 25 dəfə artacaq. Qeyd edim ki, hansının adını çəkmədimsə, sabitdir demək istəyirəm. Bəli. İndi artıq keçək, məsələn, üçbucağa. Məsələn, üçbucaq bunların içərisində biraz əngəlicidir. Məsələn, bir üçbucaqdan öncə balaca bir qeyd verim. Məsələn, adi fiqur, 4 bucaqlı, 5 bucaqlı. Məsələn, deyir ki, fiqura oxşur. Mən nə bilim hansı fiqurdur? Mən bircə onu bilirəm ki, fiqura oxşursa, məsələn, bunun tərəflər nisbəti k-dırsa, sahələr nisbəti k kvadratı, həcm nisbəti k kubudur. Tutalım ki, belə bir misalda. Deyək ki, fiqura oxşur. Məsələn, bunların perimetrləri cəmi bərabərdir 100-ə. Bunların nə bilim tərəfləri nisbəti də bərabər 4-ə. Biz axı bilirik bu perimetrləri nisbəti tərəfləri nisbətinə bərabərdir. Burada bir elə P1 bölünsün P2 tərəflər nisbəti 4'dür. Burada aparıb yerinə yazacağıq. Təbii yazır ki, mənim P1'in yerinə 4 dənə P2 yazıram sistemdə. Demək 4P2 üstə gəlsin. P2 bərabərdir 100-ə. 5P2 100'dür. P2'si də mənə 20'dir. P1 də bərabərdir 80'a. Və yaxud deyir 2 dənə fiqur bir-birinə oxşur. O oxşur deyirsə deməli onun uyğun tərəfləri nisbəti eyni olmalıdır. Uyğun bucaqlar eyni olmalıdır. Ancaq bir-biri hansı fiqurdan söhbət gedir? Məsələn, deyir ki, S1 ilə S2-nin cəmi bərabər tutaq ki 100'ə. Belə deyək də, A1'in də A2'yə nisbəti bərabər 2'yə. Onda mən sistemin deməli ikinci tənini belə quracağım. S1'in S2'yə nisbəti bərabər 4'ə. Çünki S1'in S2'yə nisbəti tərəflər nisbətin kvadratdır. Bəli, buradan da yenə S1'in yerinə yenə 4 dənə S2 qoyuruq və s. Bunu həll edir. Nədir? Buradan S1 ilə S2'ni bu şəkildə nədir? Tapırıq və s. İndi qaldı ki, üçbucaqlara gəldikdə, üçbucaqlar əngəlicidir əslində. Məsələn, ona görə də burada əlamətlər verilir. Məsələn, birinci əlamət. Burada da girməmişdən öncə qeyd edim ki, burada 3 dənə əlamət var. Məsələn, TTD, yəni 3 tərəfə görə, TBT 2 tərəf bucağa görə, bir də ki, BTB. Bunun içində ən güclü axırıncıdır BTB. Məsələn, birinci adını qoyaq, məsələn, TTD. Yəni 3 tərəfə görə. Məsələn, baxın şəhidlər, belə deyək, bu olsun A1, B1, C1. Bu da olsun A2, B2, C2. TTD əlaməti nədir? Əgər A2'nin A1'ə nisbəti bərabərsə B2'nin B1'ə nisbətinə, o da C2'nin C1'ə, bu zaman birinci üçbucaq, ikinci üçbucaq oxşur. Məsələn, belə bir misal. Fərz edin ki, bir dənə üçbucaq verir. Bu tərəflər 5'dir, 6'dır, 8'dir. Digər bir üçbucaq var. Bundan 10 dəfə böyük uzun tərəflər 50'dir, 60'dır, 80'dir. Nə sual verəcək? Deyəcək oxşur yoxsa oxşamır? Sən də nə oxşur? Və sənin, yəni bununla bağlı çətin sual nə görə bilərsin? Heç nə. Uzaq parça deyəcək oxşuyur. Məsələn, özü ifadə edəcək ki, oxşuyur. Belə deyək də, bu olsun 5'dir, 6'dır, 8'dir. Bu üçbucaq oxşuyur. Bu üçbucağa, bu da olsun 5, 80, 50. Oxşuyur, özü deyir oxşuyur.
Mən onda deyəcəm, x-in deməli 6-ya nisbəti, məsələn, bərabərdir. Şey nədir adı? 50-nin nə bilim 5-ə nisbəti və s. Orada nədir? X-in 60 olduğunu tapırıq. Yəni, TTT çox asandır, mənasız bir şeydir. İkincisi, TBT. TBT. Məsələn, burada da bu da yəni asandır. Məsələn, deyirik ki, bir üçbucağın iki tərəfli olsun A1, B1 arası alfadır. Digər də olsun. Məsələn, A2, B2 arası alfadır. Bəli, əgər tərəflər nisbəti uyğun şəkildə eynidirsə, ikisindən gedir söhbət. Arasındakı bucaq da bərabərsə, bucaq alfa bərabərdir bucaq alfa. Onu oxşuyurlar. Bu üç bucağı bir-birinə oxşur. Sual necə verə bilər, onu deyim. Məsələn, deyəcək ki, 5-dir, 6-dır, bu da 30 dərəcədir. Nə bilim, bu da olsun 2 qatı 10, 60, bu da 30 dərəcə. Üç bucaq oxşur mu? Əlbəttə oxşur da. Gəlin, bununla bağlı, ümumiyyətlə, bax, dində ən çətin düşən belə bir sual olmuşdur. Məsələn, bax belə. Sual, bax, belədir. Deyir ki, məsələn, siz nə demək istəyirəm? Bax, demək istəyirəm ki, bu tutalım ki, biz TBT-ni bilmirik. Yəni, biz bu sualları yaza bilərik. Başqa yolla bəli. Məsələn, ABC deyir, üç bucağı vermişdim. Burada üzərində bir A1-in üzərində M götürmüşdülər. Burada bir N götürmüşdülər. Deyir, A-dan M-ya qədər 9-dur. A-dan M-ya qədər, məsələn, 9-dur. B-dən M-ya qədər 6-dır. Yəni, B-in məsələsi 6-dır. Sonra B-dan N-ya qədər 5-dir, yəni B-dən N məsafəsi 5-dir. C-n də 13-dür, C-n deyir 13-dür. Sonra M-n deyir 7-dir. Yəni, buradan A-sini tapın. Siz fərz edin ki, imtihandasınız və belə bir sualla qarşı-qarşıyasınız. Yəni, burada misalın sifətinə baxırsınız və deyirsiniz, görün, bu hansı əlamətdir. Burada nə görəsiniz? Ona görə, bax, burada əsas çətin yoxdur ki, mən bunu yazım, siz deyəsiniz ki, çox asandır. Bu başqa, söhbət ona getmir. Bu misalı yazanda siz TTT, TBT, BTB nə fikirləşsiniz? Mənim sözümün canı odur ki, siz ancaq BTB-yə üstünlük verin, qalanlarını da başqa yollarla yazın. Məsələn, mən burada desəm ki, bu qəşəng sualdır. Məsələn, bura alfa yazar. Birinci şagird bu A-B-sinin şəklini çəkəcək. Çəkdir. Bu olsun A, B, S. Çəkdir. Bu olsun alfa. Yəni, bunun içindən görmək çətindir, bu hansı əlamətdir. Bir əlamət olsaydı, deyərim yaz. Bu olsun 15, bu olsun 200, bu olsun 18. İndi balaca üçbucaq şəkli çəkirəm. Siz fərz edin ki, bu balaca üçbucaqda bura bir M yazsanız, bura N, bura B və imtihandasan, bu alfa. Bura 6, 5, 7. İnanırsa bu iki dənə üçbucağa baxanda heç nə hiss eləməyəsiniz. Deyirsən, görün bunlar nə ağır oxşuyur. Bu 15-dir, bu 6-dır. Bu 18-dir, bu 5-dir. Nisbətlər də uyğun gəlmir. Deyim ki, TBT. Gərək mən onda deyim ki, bu şəkili niyə belə çəkmirsən? Gərək sən şəkili belə çəkəydin. Baxın, imtihanda və ya başqa ağla gəlir o stresdə. Bu N, bu M, bu da B. Biz deyirik ki, yox, bu asan sualda gərək sən bunu belə çəkəydin. Sən mütləq gərək B-ni tutub bura yazaydın. Ondaydı 5. Bu təzən 6-nı bura yazaydın. Sonra buradan niyə görmürsən ki, 18 6-dan 3 dəfə çoxdur. 15 də 5-dən 3 dəfə çoxdur. Demək, cavab 21. Bu sürpriz oldu. Yəni, beləcə, bəs yaxşı, müəllim, mənim ağlıma gəlmir axı. Gəlin sual belə qoyaq. Bəs yaxşı, tam ki, deyim bu 5-i sildi, yerinə tutaq ki, 9 yazdı. Siz bura 5-in yerinə 9 yazdı. Buramı müəllim, bura 9 yazdı. Mən bu misal nətər yazım? Mən yazaram, şahiddir. Siz yazanməsiniz, mənim dediyimi örgənməz. Mən bir sənə yazaram. Yenə deyirəm, bu TTD, mən deməyinə dedim, tamam. Ancaq siz bunu başqa yola yazın. Bax, TTT-ni də rədd edirəm, TBT-ni də. Bax, bura yuxarısı nədir? TTT-dir, aşağısı da TBT-dir, belə deyək. Yəni, buradan bu yuxarıydı. Mən sənə deyirəm, gəl bunu yaz, kosinus atıyorum geri. Bax, kosinus teorem bilən adam, buradan yazacaq ki, 7-nin kvadratı bərabərdir. 6-nın kvadratı üstə gərək 5-in kvadratı çıxılsın. 2 vurursun, 6 vurur, 5 kosinus alfa. Tamam. Kosinus alfanı burada nədirsə tapdın. Sonra təzəndən tapdın da, sonra böyük üçbucaqda yenə başdakı x-in kvadratı bərabərdir. Bu 15-in kvadratı üstə gəlsin 18-in kvadratı çıxılsın. 2 vurursun, 15 vur, 18. Neysə, vurulsun nədir? Kosinus nədir? Alfa.
Kosinus alfanı tapırsan qoy yerinə də. İstəyirsən bu 5-i sil, bura 55 yaz. Məsələn deyirəm də, üçbucaq bərabərsin zid olmasın. Buna 5-i sil, bura nə bilim 6 yaz, nə bilim 8 yaz. Mən yerimə yazım. Ancaq siz yerə imeni 5 olanda belə çevirirdiniz ki, bunu nə deyək, TBT-nə yazasınız. Yəni bugün oxşarlıqdan söhbət gedir. Məsələn 3 dənə əlamət var. İndi mən sualı belə qoymayım da. Bu üçbucağın oxşarı ilə bağlı sual düşürdü. Oxşarın hansı növü ilə yaza bilərsən? Ona görə gəlin biz ancaq və ancaq BTB-ni öyrənək. Əsas deməli oxşarlıq deyəndə BTB, yəni iki bucaq nəzərdə tutulur. Bəli, bütün misalların demək olar belini bununla nədir qıra bilərsiniz. Məsələn, BTB nədir? Birinci sadə misallarla başlayaq. Deyirəm ki, uşaqlar, bu alfadır, bu da betadır. Aha. Bu da olsun sizin üçün məsələn alfa, bu da beta. Bu üç bucaqla oxşur. Bəli mənim. Hardan bildiniz? 2 dənə bucaq, 2 bucağa bərabər. Bu bərabər, uyğun şəkildə. Bu x-dir, bu da 5-dir. Bu da məsələn nə bilim 15-dir, bu da nə bilim 3-dür. Aha. Müəllim, başlayaq şəkildə, bu da betanın qabağındakı x-in. Deməli, bu BTB əlamətindən görə uyğun bucaqların qarşıları nisbəti eyni olmalıdır. Yəni düz bir tanəsidir. Betanın qabağı x-dir. Betanın qabağına nisbəti alfanın qabağındakı 15-in alfanın qabağındakı 3-ə nisbətinə bərabərdir. Bu da oldu 5. Məsələn, x-də bərabər olsun nədir? 25. Başqa? Deyirəm ki, bax, hər hansı belə bir üçbucaq vermişdim. Bu olsun belə, bu olsun belə. Oxşuyur mu? Baxaq. Bu 40-dır. Burası 60. Bu da 60-dır. Burası 40. Bu 40-ın qabağına x yazıram. Bu 40-ın qabağına nə bilim 5 yazıram. Bu 60-ın qabağına nə bilim 8 yazıram. Yəni bu 60-ın qabağına da məsələn 4 yazıram. Bəli oxşuyur. Çünki 2 bucaq bərabərdir. Böyük bucaqda 40-ın qabağındakı x-in, balaca bucaqda 40-ın qabağındakı 5-ə nisbəti, böyük bucaqda 60-ın qabağındakı 8-in, balaca üçbucaqda 60-ın qabağındakı 4-ə nisbəti eynidir. Buradan x bərabər nədir? 10 tapırsınız. Başqa? Məsələn, üçbucaq verilmişdi. Hər hansı bir ABC üçbucağı belə deyək. Burada da istənilən nəsə bir xətt çəkirlər. Deyir, bu bucaq bərabərdir bu bucağa. Məsələn, bu ikisi soruşur. Buraya yazarım bir də nə bilim 10 yazaq. Bura bir 5 yazaq. Bura bir nə bilim 4 yazaq. Sonra bura nə bilim bir ne yazaq? Bura 6 yazaq. Bura nə bilim 2 yazaq. Deyir, x nəyə bərabərdir? Yəni, bura y yazıram, bu y olsun. Bizə oxşur. Çünki bu bucaqda ortaqdır. Ona görə balaca üçbucaq, böyük üçbucaq oxşur. Yəni gördünsə, məsələn, birbaşa deyək ki, betanın qabağındakı x-in, betanın qabağındakı 10-a nisbəti, burada alfanın qabağındakı 5-in, bu alfanın qabağındakı, bunu y yazsam yazamayacağım. Bu düz çıxsın deyə yazmış. Buraya y yazaq, yəni bura 4 yazaq. Deməli, neydi? Alfanın qabağındakı 5-in, alfanın qabağındakı nədir? 10-a nisbəti. Bəli, buradan x bərabərdir. Məsələn, 5 tapırıq. Buraya y yazdım ki, birdən zid olmasın, üçbucaq bərabərsinə. Sonra başqa. Demək, 4-cü tapşırıq. Üçbucaq verilmişdi. Məsələn, yenə bir yazaq elə ABC, ABC. Bu ABC üçbucaq vermişdi. ABC. Burada istənilən bir nöqtə götürürlər. Məsələn, bu MN nöqtəsi. Bax, deyir, bu bucağa bərabər. Biz də bilək, C bucağı ortaqdır. 100% bu ştrixlədiyim, yəni MNC, bax, MNC üçbucağı artı oxşuyur lap yekə ABC-yə. Bəli, bu alfanın qabağındakı x-in, bu alfanın qabağındakı məsələn 7-yə nisbəti, bu betanın qabağındakı belə deyək də 6-nın, sonra bunun betasının qabağındakı məsələn 8-ə nisbət nədir? Bərabər olacaq. Buradan x bərabərdir, nə bilim 7 vursun bu, nəsə 42 bölünsün 8, o da 4-də 21, cavab nədir? 5/4-də belə bərabərdir. Məsələn, düzbucaqlı üçbucaq verilmişdi. Bax, belə bir xətt çəkiblər. Bax, bura x verilib, bunu istəyirlər. Bu olsun sənin üçün, belə deyək də, alfa. Bu alfa 90, bu yekədə də alfa 90 var. Deməli, kiçik, böyüyə oxşuyur. Bura deməli yazıq 5. Alfanın qabağında x-in, alfanın qabağında 5-ə nisbəti eyni olur. Sonra 90-ın qabağındakı, məsələn, buraya yazıram 6, buraya y yazıram ki, bu bucaqda ziddiyyət olmasında 90-ın qabağındakının
bu 90'ın qabağındakı nisbəti də məsələn eyni olmalıdır. Bir daha alfanın qabağının nisbəti bu 90'ın qabağının bu 90'ın qabağının nisbəti eynidir. Buradan x bərabərdir. Məsələn necə nədir? Burada x də bərabər nədir? 3'ə bu şəkildə. Məsələn bir daha yenə hər hansı bir nə verilmiş bucaq. Məsələn ne deyək bilən elə üçbucaq istənilən bir şey olsun verilmişdi. Belə bir xətt çəkirəm. Bu olsun A, B, C üçbucağı. Bu da olsun MN. Deyir ki məsələn bu bucağa bərabərdir. Bu da ortaqdır da. Demək, artıq bu üçbucaqla oxşuyur. Demək, MNC oxşuyur A, B, C-yə. Demək, oxşuyur. Ona görə bu beta'nın qabağındakı x-in, bu beta'nın qabağındakı 10'a nisbəti fikirsə birinci balacanın böyüyə və ya böyüyün balacaya. Sonra bu alfanın qabağındakı tutaq ki 4'ün, demək, beta'nın qabağında x-in, beta'nın qabağında 10'a nisbəti. Alfanın qabağındakı 4'ün, bu alfanın qabağındakı bu bütövdə yazılan bir dənə 8. Bu deməli necə oldu? Alfanın qabağındakı 4'ün, alfanın qabağındakı 8'in nisbəti eynidir. Oradan da deməli bərabər nədir? X nədir? 5 tapırıq. Bir daha deməli alfanın qabağının nisbəti, beta'nın qabağının, beta'nın qarşısına nisbət nədir? Eyni olur şagirddən. Sonra bu oxşarlıqla məsələn metrik münasibətləri yəni isbat da etmək olur. Məsələn baxın. Tutaq ki belə bir qeyd verək. Biz bilirik ki bu düzbucaqlı üçbucaqda məsələn bu düzbucaqlı üçbucaqda siz desəniz ki bu 90 dərəcədir. Müəllim bu da tutaq ki 2'dir. Bu da 8'dir. X nəyə bərabərdir? Düzdür. Mən deyəcəm ki metrik münasibətə görə x kvadratı 2 vursun 8 16'dır. X bərabər 4. Bu aydındır. Ancaq niyə? Onun ki niyəsin yəni izahını verək. Bax niyə? O düstur hardan qaynaqlanır? Hardan çıxır? Ona görə mən yazıram ki bax şəkil çəkdik. Bu 90 dərəcə. Buradan hündürlük çəkdim. Bu olsun 2, bu olsun 2. Tutaq ki o düstur bilmirsən da. Yazıram ki bax yuxarısı alfadır. Bu da olsun səncə 90 çıx alfa. Yəni bu tərəfdə 90 çıx alfadır. Bu da oldu alfa. Deməli bu gördüyünüz soldakı üçbucaq, sağdakı üçbucaq nədir? Oxşuyur. Yazarım ki bu 90 çıx alfanın qabağında x-in, bu 90 çıx alfanın qabağındakı 8'ə nisbəti bərabərdir alfanın qabağında 2'nin, bu alfanın qabağında x-ə nisbəti. Bax fikir verdiniz mi? Oradan aldım ki x vur 2, yəni x-in kvadratı 2 vur 8. Yəni sual belə qoyaq da bu düsturu bilməsəydiniz siz yaza bilərdinizmi? Bir daha qeyd. Deyirəm ki bax düzbucaqlı üçbucaq verilmişdir. Bax düzbucaqlı üçbucaq. Bu tutaq ki buranı soruşursunuz. Bax bu olsun hündürlük, bu olsun 3, bu olsun 5. Düzdür, metrik münasibətə görə deyəcəm x-in kvadratı bərabərdir 3 vursun hipotenuz. Yəni 3'də gəlsin 5 və orada nə isə x bərabərdir. Bu neçə ilə 8 ilə də 24, yəni 2 kök 6. Bəs yaxşı bunu bilməsək, yenə başlayıb izahını verək. Yəni oxşarlıqla yazaq. Bax deyirəm ki bu üçbucaqda yuxarıdan hündürlük çək. Bu olsun 2, bu olsun 3, bu olsun 5. Bax bu gördünüz. Bu bucaq belə alfadır. Bu olsun 90 çıx alfa. Bir bu üçbucağa bax, bir lap yekə üçbucağa baxın. Bax buna yox ha, lap yekə. Bax lap yekə üçbucağa baxın, ayrıca çəkiləm. Bu yenə 90 çıx alfadırsa, bilirsiniz ki bu da alfadır. Bax bu üçbucaq oxşuyur. Bunun burası da x-dir, bunun burası da nədir? 8'dir. Bax metrik oxşarlığa görə 90'ın qabağındakı x-in bu 90'ın qabağındakı 8'ə nisbəti şagirdlər bərabərdir. Alfanın qabağındakı 3'ün bu alfanın qabağındakı x-ə nisbəti. Görürsünüz burada x-in x-i hasili bərabər oldu 3 vur nədir? 8'ə. Yəni x bərabər oldu kök 6 24'ə. Yəni 2 kök 6 yuxarıda və burada. Bir daha deyirəm ki məsələn bax burada düzbucaqlı üçbucaqda biz bilirik ki məsələn bu x-in kvadratı, bu yeni belə çəkək. Bu olsun bizim üçün 5, bu olsun 6. Yine x'in kvadratı bərabər 5 vurulsun. 5 üstə gəlsin 6, yəni pitonuz. Buradan x bərabərdir kök 6 55'e. Neyini yazıq? Metrik münasibətdən. Tutaq ki bilmirik. Gəlin izahını verək. Deməli baxın bu şəkili yenə belə çəkirəm. Deməli
Bax, buradan hündürlük çəkdik. Bu x olsun, bu 6, bu 5. Bu alfadır, bu 90 çıxar. Alfa. Bir bu ucuza baxın. Bir də lap yekə. Buna yox da lap yekə. Belə baxsaq, deməli onda bu x idi, bura 11 idi. Bura demək 90 çıx alfadır, bura da alfadır. Demək o ştrixlədiklərim oxşuyur. 90-ın qabağındakı x-in, 90-ın qabağındakı 11-ə nisbəti bərabərdir. Alfanın qabağındakı 5-in, bu alfanın qabağındakı x-ə. Gördünüz, yenə aldım ki, x-in kvadratı 5 vursun nədir? 11. Yəni burada demək istəyirəm ki, bu metrik münasibətlərin hamısını oxşarımı yazmaq olar. Deməli, oxşarıq deyəndə bizdən çox üstünlük verdi nədir? BTB-yə verdi, BTB əlamətinə. Sonra bir dənə oxşarıqda, bir dənə də təcrübə ilə bağlı bir qeyd verim, təcrübə. Yəni, bir var ki, BTB ilə başımızı aşağı sallayaq, yazaq, tamam, bu bilgidir. Bir də var sürət. Məsələn, şahidlər, bax, bu gördüyünüz 2 dənə paralel düz xətdir. Məsələn, bu A düz xətti ilə B düz xətti paraleldir. İndi müəllimin burada məqsədi sürəti artırmaqdır. Əgər ikisi paraleldirsə, məsələn, bax, bir də deyirəm, BTB-ni biz bildik. Aydındır, şəkil çəkirik, 2 bucaq tapırıq, birini verirlər, birini də özümüz tapırıq və s. 2 bucaq tapandan sonra BTB əlamətini görürük, uyğun nisbətləri yazırıq. Bu bildik. Ancaq daha sürətli olmaq istəyirsinizsə, biraz da diqqət olun. Məsələn, 2 dənə paralel xəttə kəsdi. O zaman mən birbaşa deyə bilərəm ki, bax, bu gördüyün x-in 5-ə nisbəti, məsələn, bu 3-ün də demir 6-ya nisbətə bərabər. Məsələn, mən bunu birbaşa yazıram ki, x-in 5-ə nisbəti, məsələn, 3-ün 6-ya nisbətə bərabər. Niyə? Niyəsə, bax, niyəsə artıq, məsələn, açıq sual kimi düşsə, məcburuq yazmağa. Niyəsə odur ki, baxın, bu alfa, bu da alfadır, şübhəcikdən çarpazdır. Bu betadır, bu betadır çarpazdır. Bəli, burada da 2 bucaq var, burada da 2 bucaq. Alfa, beta, beta demə oxşuyur. Baxın şahidi, alfanın qabağında x-in, düz yazmışam, alfanın qabağında var x-in. Bu alfanın qabağındakı 5-ə nisbəti. Bu betanın qabağındakı 3-ün, bu betanın qabağında 6-ya. Deməli, müəllim düz deyir, qabaq-qabağa bölmək lazımdır. Bir daha. Ancaq, baxın şahidi. Məsələn, bəzən buna oxşar bir misal kimi verə bilərik. Bax, belə də çəkirin bu. Bu xətdir. Mən demədim, bu A-dır, bu B-dir. Demədim buna paralel. Burada deməmişim işte. Buraya yenə yazıram 200. Bu olsun sənin üçün alfa. Bu olsun 5. Bu 3. Şagird başlayacaq ki, mənim x-in 5-ə nisbəti, mənim x-in 5-ə nisbəti bərabər 3-ün 6-ya. Tamamilə səhvdir şagird, səhvdir. Çünki ben dedim paralel olan deyilsən. Bax, burada bu alfa, bu alfa. Bu da görürsünüz ki, bu betadır, bu da betadır. Bu bucaqda belə deyil, adsızdır. Hə. Bu artıq şu bucaqlar oxşuyur. Gəlin bunu yazalım. Bax, burada bu adsızın qabağındakı x-in, bu adsızın qabağında 6-ya nisbəti. Görürsünüz, burulu bu yana, yəni x-i bölmədim 5-ə, x-in 6-ya nisbəti bərabərdir. Bu alfanın qabağındakı 3-ün, bu alfanın qabağında 5-ə nisbəti. Gördünüz şahidi, bambaşqa bir şey oldu. Neyse 18, o da nədir? 3 tam 10'da nədir? 6. Bax beləcə. Yəni müəllim dedi ki, bax bir daha paralel olarsa. Məsələn, gəlib misalına baxaq. Bunu məsələn trapeziya. Trapeziya vermişdi. Bax trapeziya. Deyəcəm ki, trapezin diagonalı çəkilmişdir. Məsələn, burası 5'dir. Burası 10'dur, burası x'dir, burası da ki 6'dır. Mən birbaşa yazıram. Yazıram x'in 6'ya nisbəti bərabər 5'in 10'a nisbəti. Çünki müəllim dedi ki, paralel xətlər arasında kəsişmə varsa, qabaq-qabaq bölün geçsin. Yəni fərz edin ki, imtahandasınız. İki daşın arasında bura alfa yaz, bura alfa yaz, bura beta yaz, bura beta yaz. Vaxt gedəcəkdir. Birbaşa böl. Bir daha misalla deyirəm ki, bax tutam ki, bu düz bucaqdır. Belə bir şeydir. Düz bucaqdır, nə bilim, paralelogramdır. Bunu belə çəkmişəm, bunu da belə çəkmişəm. Aha. Bura olsun məndə 3. Bura olsun nə bilim 4. Görürsünüz, bura oldu 7. Nə bilim, bura x-dir, mən x soruşum ki, nəyə bölbər? Bax, durub baxır şagird misalın sifətinə. Baxın, mən isə birbaşa deyəcəm ki, bax, bu gördüyünüz bucaq, bu gördüyünüz bucaq oxşur. Niyə? Çünki iki paralel xətdən arasında kəsmə var. Ona görə deyəcəm x-in 5-ə nisbəti birbaşa bərabər olacaqdır. Yəni 4'ü nədir? 7'yə nisbətinə bərabər olacaq. Və yaxud bax, ta ki, məsələn, paralelogram məsələn, belə bir misal olsun, düz bucaqlı olsun, verilmişdir. Aha. Burada deməli, belə çəkək.
Buna eyni oldu desin. Deməli eyni oldu. Boş ver. Nəsə deyəcəydim. Olsun yani, B olsun yani, B olsun. Problem yok yani. Belə. Ancaq gözün baxan gördü, bax bu bucağa nə deyir? Oxşur. Tez deyəcəm bu x-in məsələn bu 5-ə nisbəti. Nə bilim burası 3-dürsə, bu 3-ün də 6-ya nisbəti. Yəni x. Yəni siz fərz edin ki, imtahandasınız. Yəni bax iki daşın arasında müəllim bura alfa yazın, bura alfa, bura beta, bura beta. Düzdür, ancaq bu vaxt aparır. Dedim ki, sürətli olmaq istəyirsənsə iki paralel xəttin arasını kəsmə görünsə, birbaşa nədir? Qarşı-qarşıya nisbət eyni olmalıdır. Sonra bir dənə qeyd verək. Məsələn, qeyd, məsələn, Fales teorem olsun. Fales. Məsələn, Fales teorem nə? Fales, məsələn, teoreminə görə biz bilik ki, məsələn, bu paraleldir, bunları paralel bucaqdan kəsiriksə, bu şəkildə, bu A1'in, baxın, bu A2 nisbəti bərabərdir bu B1'in, bu B2 nisbəti. Məsələn, A1'in A2 nisbəti bərabərdir B1'in B2 nisbəti. Bax, Falesin özü hardan əmələ gəlir? Yenə baxın şahiddə, bu hardan əmələ gəlir? Yenə bu özü, yenə baxın, bu olsun alfa, bu olsun alfa, bu olsun beta, bu olsun beta. Yenə bu bucaqlı göz bir-birinə nə deyir? Oxşur. Falesin isbatını verəm, nerə bilin ki? Bax, bu betanın qabağındakı A1'in, bu betanın qabağındakı A1 plus A2 nisbəti, bərabər olacaqdır bu alfanın qabağındakı B1'in, bu alfanın qabağındakı B1 üstüngəsi B2 nisbəti. Teoremə tənasibi hər halda eşitmirsin. Sürəti olduğu kimi saxlayıram, məxrəcdən sürəti çıxıram. Oldu A2. Baxın, sürəti olduğu kimi saxlayıram, məxrəcdən sürəti çıxıram. Görürsünüz, failəsin öz nədir? Birbaşa nədir? Oxşarlıqdan əmələ gəlir. Məsələn, artıq belə misal siz bizə versəniz, məsələn, şu uzaq vermişdim. Məsələn, yazıram, bu x-dir, bu paralel daha, bu 5'dir, nə bilim, bu 6'dır, bu 4'dür, bu y''dir, bu 8'dir. Məsələn, burada x bərabər suala, y bərabər suala necə yazırım? Məsələn, mən x tapa, x-i 2 yoluna tapa bilərəm. Failəsə görə x-in 5'ə nisbəti 6'nın 4'ə nisbətidir. Başqa yoluna da yazıram. Oxşarlığa görə x-in x plus 5'ə nisbəti bərabər də 6'nın 6 plus 4'ə. Ancaq y-i bir formada tapa bilərəm. Məsələn, 3-cü. Çünki y yalnız oxşarlıqla y-in 8'ə nisbəti bərabər olacaq 6'nın 4'ə yox, 5, 10'a. 6'nın 10'a nisbətinə belə tapmaq nədir? Olar. Deməli, inşallah kifayət qədər genişləndirdim. Ümid edirəm ki, bu oldu. Nədir? BTB əlaməti, bucağı nədir? Oxşar əlamətinin ən çox, yəni bundan bağlı suallarını verirlər. Sonra, deməli, bizdə qaldı bir dənə desəm dönmə. Aşağı deyildi, bəli, bir dənə dönməndi deyə, dönmə nə oldu? Bax, dönmənin mənası şahidlər, məsələn, bax, şahidlər, tutaq ki, burada hər hansı bir saat əqrəbi aydındır, yəni ki, bu saatın özüdürsə, saatın istiqaməti budur, saatın əks istiqaməti budur, belə bir şey. Bax, şahidlər, deyirəm ki, biraz qəliz kimi gələ bilər. Tutaq ki, məsələn, hər hansı bir M nöqtəsi vermişdir. Bax, bu da bizim üçün O nöqtəsidir. Deyirəm ki, M-i onun ətrafında saatın, bu saatın istiqamətində, bu tərəf hansıdır? Saatın istiqamətində döndərim. Mən deməli, baxın, M-i onun ətrafına döndərim. O zaman döndərəndə bu nöqtə bəri doğru gələcəkdir. 90 dərəcə tutaq ki, döndərim. Bunun da M nöqtəsi gəlib çıxacaqdır, M' nöqtəsinə. Və burada nəzərə alın ki, bu məsafələr bir-birinə bərabər olmalıdır. M nöqtəsi onun ətrafında dönmüşdü və M' keçmişdi. Yox desəm ki, əgər M nöqtəsinin onun ətrafında 90 dərəcə saatın bu tərəf nədir? Bu bəyək səhv edilmiş saatın əksini döndərin. Burada əks döndərin, burada istiqamətini döndərin. Onda M 90 dərəcə döndərəndə yuxarı gələcəkdir. Bu şəkildə, bu belə. Və gəlib M nöqtəsi gəlib keçir nədir? M' nöqtəsinə. Əslində özünü keçir, belə deyəm. 90 dərəcə dönməsinə bura gəlmişdir. Məsələn, bax, belə bir misal versələr, bu dimdə düşür. Deyir, tutalım ki, məsələn, belə bir şəkil, belə bir üçbucaqdır. Tutaq ki, belə bir üçbucaq, bu olsun, məsələn, A, B,
C üçbucağı. Deyək ki, saatın istiqamətində bu şəkildə 90 dərəcə döndürək. Bax, saatın istiqamətində 90 dərəcə döndürək. O zaman bax bu OA gəlməlidir bax bura. 90 dərəcə döndü, gəldi A durdu burada. Fikir verirsiniz, onda OA, yəni burada siz A1 yazın və OA bərabər olur OA1-ə. Çünki məsafə normal. Sonra OC 90 dərəcə dönəndə gəlməlidir bax bura. Demək, OC də gəldi durdu, bax bunun üzərində, yəni C1. Demək, OC də bərabər olur OC1-ə. Sonra OB isə 90 dərəcə dönəndə bax gəlib durmalı bax burada. Bu da sizin üçün B1. Bu məsafədə bu məsafə bərabərdir. Yəni OB bərabər oldu OB1-ə. Belə artıq sual buydu ki, bu üçbucaq hansı üçbucaq keçir? Gördüyünüz kimi yuxarıdakı düzbucaqlı üçbucaq saat əqrəb istiqamətində saat 90 dərəcə dönməsinə bu fiqura nədir? Keçmişdir. Bu şəkildə bir dənə misal kimi verim. Yəqin qəriz gəldi. Məsələn, bu gördüyünüz bu parça emin parçasıdır. Emin parçası. Sual. Sual bu ki, məsələn, O nöqtəsi ətrafında gəlin 90 dərəcə hansı istiqamətdə? Bax, bu yana döndürək. 90 dərəcə saatın əksinə döndürək. Onda bax bu, deməli, bax bu nöqtə, bax belə, bu 90 dərəcə dönəndə bəri dönürdü. Gələcək bax bura. Bu gəldi, çıxdı bax bu nöqtəyə M1. Sonra bax bu nöqtə də 90 dərəcə dönəndən sonra deməli, bu 90 dərəcə idi. O birisi də 90 dərəcə biraz aşağı, bu sığışmayacaq, ona baxıram. Bu da deməli, bu birisi buna gəldi, bu birisi biraz bu yana gələcəkdir. Haradasa bax buralara. Bu da olsun bizim üçün belə deyək M1. Bax bunu birləşdirsək, demək 90 dərəcə dönməsinə bu yuxarıdakı parça gəlib aşağıdakı parçaya düşmüşdür bu şəkildə. Neysə bax belə, desək ki, məsələn bu üçbucaq verilmişdi. Bəlkə üçbucaq. Bax belə, bu üçbucaq bu olsun A, bu olsun C, bu olsun B. Yəni bunu 90 dərəcə saatın əksinə döndürək. Yəni saatı nədir? Əksinə döndürək. Onda bax bu gördüyünüz bu yana gedir, bax bu sol tərəfdə. Onda bu nöqtə, bu OA gəlib bax bura düşəcəkdir. Bu burada olacaq çünki 90 dərəcə döndü. Sonra OC bax gəlib bax bura düşəcəkdir. C1-ə. Sonra OB-də 90 dərəcə, bax baxın 90 dərəcə dönəndə bu da gəlib çıxacaqdır. 90 dərəcə dönməsindən sonra bax belə o da gəldi, düşdü bu C1-in üstünə. Demək, bunu birləşdirsəniz bu şəkildə bax bu üçbucaq nədir? Alındı. Demək, yuxarıdakı üçbucaq 90 dərəcə saatın əksinə dönəndə bura gəldi. Bu da demək olar ki, bir dəfə müşahidə olunubdur qəbulda. Bu da dönmələrdir. İnşallah dərsdə də geniş izah edərik. Bu qədər. Allah Subhanahu taala xeyir nəsib eləsin. Müvəffəqiyyət nəsib eləsin. Öyrənmək isə nəsib eləsin. Esselamu aleykum.